Bircə dəqiqə Bülent bəy, sizlə davam edəcəm. Buyurun. Faiq bəy fikrini əsaslandırsın, çünki Faiq bəy də məncə bu fikirdədir. Sağ olun. Məsələ bundadır ki, biz yəni bir türkoloji mərkəz halında fəaliyyət göstərmirik. Keçən dəfə də, ötən verilişdə də mən dedim, biz təşkilatlar yaradırıq və yaxşı gürültülü adlar seçirik. Belə təmtəraqlı Türkologiya Mərkəzi, yaxud da Türk Dünyası Birliyi. Ancaq burada ciddi işlər nəzərə çarpmır. Daha çox şəxslərdir. Bir neçə şəxslərin özlərini hər hansısa bir təşkilat yaradıb və orada qurum sədri kimi aparmasının çox da böyük bir anlamı yoxdur. Mən bunu demək istəyirəm. Sözün açığı, indi son illərdə Türk məsələsi, Türk Birliyi deyə yeni təşkilatlar da meydana çıxır. Ancaq demək olar ki, bunların çoxsunun türklük nədir, türk mədəniyyəti nədir, türk tarixi nədir, türkün fəlsəfəsi nədir, ruhu nədir? Bunların bir çoxunun bundan xəbəri yoxdur. Yaxud da ki, əksinə, mən hətta düşünürəm ki, indiki halda bəzən də mən bunu 100 il bundan öncəkinlə müqayisə edirəm. 100 il bundan öncə müəyyən bir müddətdə bizdə Bakı şəhərində bilirsiniz, Türk dünyasından ilgili, Türk xalqlarından bağlı bir çox tədbirlər həyata keçirildi. Və sonra ortada qalan ancaq bir neçə kişinin adı oldu, bir neçə böyük mütəfəkkirlərin adı qaldı. İndi deyilədi aşağı yuxarı. İndi də demək olar ki, danışan çox və danışanların bir qismi də əslində türklüyün əleyhinə, dünənə qədər türklüyün əleyhinədir. Əslində bugün də türk adında türklüyün əleyhinə olanlar var yəni. Bəzən deyirlər ki, isim verməklə, məsələ kimisə adlarını çəkməklə deyil. Məsələ insanların dünya görüşündə, dünya baxışında yazdığı hər hansısa kiçicik bir məqalədə dərhal özünü bürüzə verir, kim nədir və yaxud da nə deyildir. Bizim ümumiyyətlə türk dövlətləri biz deyirik. Mən düşünürəm ki, biz indi xüsusilə də 5-6 dövlətimizi bilirik ki, Türkistandakı dövlətlərimiz. Geri gəlmişkən, Elçin bəy, mən o xüsusilə demək istəyirəm ki, biz anlayışları da gərək dəyişək. Mərkəzi Asiya, Orta Asiya yox, Türkistan da oranın adı. Türkistan dövlətlərimiz də, çünki anlayışları da bizə yanlış yeritdilər ki, biz yanlış yolda gedirik. Türkistan dövlətlərimiz də, Azərbaycanda da, elə Türkiyəmizin özündə də sözün açığı. Yəni, gerçək budur ki, biz bəzən sevinirik 1923-cü ildən sonra bir Türk dünyasında bir müstəqil və bağımsız Türkiyə dövləti qaldı. Ancaq mahiyyət etibarilə demək olar ki, yəni türklükdən çox uzaq qaldı Türkiyəmizdən. Bu mənim şəxsi düşüncəmdir, qənaətimdir. Ona görə də biz indiki dönəmdə hansısa bir... Adında türk var, bayrağında var, əməlində var, ideologiyasında. Yəni, Türkiyə özgə neyin əməlidir? Yox, söhbət... Xüsusilə də Atatürkdən sonraki Türkiyə öz türklük ruhunu, mənim düşüncəm budur ki, Atatürkdən sonra, Mustafa Kemal Atatürkdən sonra Türkiyə türklük ruhunu xeyli dərəcədə, türklük fəlsəfəsində xeyli dərəcədə geri qaldı. Sonradan elə Nihal Atsız və başqaları da zaten buna görə yenidən onun üçün mücadilə edirlər. İndi bugündən və gələcəyimizdən söhbət gedir. Mən hesab edirəm ki, 100 il bundan olanlar təzədən təkrarlanmamalıdır. Çünki tanışlardır, bilişlərdir. Bununla bir türk dünyası qurula bilməz. Türklüyün mahiyyətindən irəli gələn, türklüyün fəlsəfəsini bilən insanlar bu təşkilatlarda olmalı və onlar bu işi aparmalıdırlar. Yoxsa hər hansısa özünü göstərmək, yaxud da ki, hər hansısa medallar, nə bilim, hansısa belə şeylərlə biz sözün həqiqi mənasında biz bir türk dünyası formalaşdıra bilmərik. Əlbəttə, mən pessimist deyiləm. Bu məsələlərdə şübhəsiz ki... Pessimist deyilsiniz, amma bir optimist söz də deməlisiniz. Yox, optimizm budur. Gerçək insanların əlində olmalıdır. Mən sizə deyirəm... Biz indi nə bilək bu insan gerçəkdir, yoxsa yox? Bax, siz hardan bilirsiniz? Türk dünyası... Adil müəllim gerçəkdir, gerçək deyil. Mən sizə bir şey deyim, bilirik. Türk dünyası Ağsaqqallar Birliyi var. Bu Türk dünyası Ağsaqqallar Birliyində sözün açığı, sözün həqiqi mənasında bir neçə həqiqi mənada ağsaqqal var, mən bunu bilirəm. Ancaq yerdə qalanlar, yəni o sözün həqiqi mənasında türklük ruhundan uzaq olanlardır. Bu bir gerçək. Yəni ağsaqqal deyirlər, yoxsa... Məsəl üçün, mən hesab edirəm ki, orada həqiqi mənasında türklük ruhunun fəlsəfəsinin daşıyıcıları orada olmalıdır. Türk Akademiyasında. Türk Akademiyasının, indi siz dediniz, əslində müəyyən kitablar çıxardırlar, mən izləyirəm. Yəni, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ancaq mənim düşüncəmə görə hala yarım çıxdı. O kitabları oxuduqda belə təsəvvür, təxminən belədir ki, yenə də
vaxtı ilə Bartoltların, Radlofların, nə bilim, yəni bir sözlə Van Berlerin və başqalarının bu və ya digər dərəcədə türklük adı altında verdiyi araşdırmaların əsaslanaraq biz türklük fəlsəfəsini sahiblənə bilmərik. Çünki onların öz maraqları vardı, biz bunu bilməliyik. Əlbəttə Bartoltlarda, Radloflarda, Van Berlərdə, Thomsonlar və başqalarını öyrənməliyik. Ancaq biz bilməliyik ki, onların bizə, türk xalqlarına, türkün ədəbiyyatına, tarixinə olan baxışları bir çox hallarda səmimi olmuşdur. Mən bir daha deyirəm. Hətta 19-cu əsrin ortalarında və ikinci sonlarına doğru türklüyü və Turan haqqında doğru dürüst yazanlar yarımçıq qaldırır. Məsələn, Opertdə, Normandda və başqa. Niyə? Çünki onları sərf eləmədi və yenidən türkün tarixini və ədəbiyyatını və mədəniyyətini saxtalaşdırmağa başladı. Mən bunu demək istəyirəm. Yəni demək istədiyimiz odur ki, Türk Akademiyası kitab çıxardır. Deyir ki, yenə də orada yazır ki, türklər Azərbaycana gəlmədilər. Anadoluya gəlmədilər. Yəni başqa nüanslar da vardır. Yəni mənim demək istədiyim odur ki, bax bu məsələlərdən niyə biz qərb tarixçiliyinin ortaya atdığı və bizim beynimizə yeritdiyini hökmən davam etdirməliyik. Kim hardan bilir ki, niyə biz hökmən, niyə bu türk xalqları hardansa gəlməli olmalıdır? Bunu nəyin əsasında yazırlar bəs? Mən bu fikirdəyəm və bir çox tarixçilər də budur ki, dünyada həqiqi, obyektiv bir tarixdən söhbət gedə bilmir. Əgər İngilizlər, əgər Almanlar, Fransızlar və başqaları həqiqi bir tarix ortaya qoysalar, o zaman yəni sözün həqiqi mənasında gerçək tarixlər oraya qoysa, o zaman Böyük Britaniya təsəvvürü darmadağın olar. Fransız təsəvvürü, Böyük Fransa təsəvvürü darmadağın olar. Həqiqi bir tarix yoxdur, heç vaxtda da olmayacaqdır. Aydındır, yoxdur, amma indi hər halda